1996-cı ildən bəri BMW sürənlər. İndi demirəm hər kəsdə belə olur, amma ola bilər kimdəsə hərdən bir belə eləyir, elə kimdəsə konkretni başına qoyub xodlanmır maşın. İndi demək olar köhnədir də maşın, xarab olur. Maşın indi xodlanmırsa və diaqnostika EVS göstərir problemi. Onda ondan yaxşı bu EVS-i ləğv eləyərsiniz. Hal-hazırda EVS ləğv olunub, onun ştekerin yerinə biz predexranitel qoymuşuq. Çünki müştəri bezib, ayda 3-4 dəfə maşın xodlanmır. EVS sinxronizasiya eləyəndən sonra xodlanırdı. Və müştəri belə qərara gəlib ki, onu ləğv eləyək. Hal-hazırda EVS-i ləğv elədik. İndi görə bilərsiniz, maşın rahat xodlanır və ondan sonra mən 100% əminəm ki, müştəri belə bir problemlə qarşılaşmaz. Bu prosedur təxmini yarım saat vaxt aparır və ondan qabaq Euro 2 və ya Stage ləğv olunmur. Bu sadəcə EVS ləğv olunur. Mən isə sizinlə sağollaşıram, izləmədə qalın, sağ olun, sağ salamat.